Salam değerli şagirdlər. Rasyonel sayılardan test 4 adlı sual izahına davam edirik. Deməli, burada birinci sualımızda bir şey sonsuzluğa qədər davam edəndə belə bir qayda var ki, təkrarlama başlayan hissəyə və cavaba eyni bir ifadəni, məchul vermək lazımdır. Mən burada x deyirəm, burada x deyirəm. Olur 1 çıx x böl 5 bərabərdir x. Bunu həll etmək üçün hər tərəfi 5'ə vursam, olacaq 5 çıx x bərabərdir 5x. 5 bərabərdir 6x. X de olur 5 bölünsün 6. Yani A variantı. Dördüncü sual. Bunu həll edəndə birinci 3'ü keçirirəm o tərəfə. Bura olur 4. Görməmə ehtiyac var mı? Bir dəqiqə geri qaytaraq. Bəlkə də heç ehtiyac olmaz. Belə də eləyə bilərəm. Burada baxın bu hissə ilə ümumi cavab bərabərdir. Onda mən buna ümumi cavab 7'dirsə, deməli bu da 7'dir. Onlar 3 üstəgəl x böl 7 bərabər 7. Buradan x bölünsün 7 4 çıxır. X de olur 28. İkinci sual. Bura x, cavaba x. Olur 6 üstəgəl 7 böl x bərabərdir x. Bunu əslində kvadrat tənliyi ilə ikinci dərəcənin denklemini eləmək olar. Ancaq belə qiymət verərək də x 7 olarsa əgər 6 üstəgəl 7 böl 7 7 eləyir. İkinci dərəcənin denklemini görmürük deyə belə yazdım cavabı. Burada ikinci sual. Birinci 5'dən 2'ni çıxıram. Bura 3 yazıram. 6'nı 3'ə bölürəm. Burada 2 yazıram. İndi bu təkrarlanan hissə deməli cavabla eynidir. Bura 2 oldu. 1 üstəgəl x böl 2 bərabərdir 2. Buradan x bölünsün 2. 1 çıxır. X'imiz də 2. Üçüncü sual. İndi burada mən məcbur belə eləyəcəm. Birinci bu ifadəni ayrıca yazıram. Deməli necə yazıram? Bura bir x deyirəm. Olur 3 üstəgəl 4 bölü x. Bunun cavabı da x olur. Bunu həll eləsə x 4 çıxacaq. Yəni bu cavab ümumi oldu 4. Oldu 6 bölünsün 4. Eyni şey burada da eləyirəm. Buna fərqli olsun deyə bir y deyirəm. Bu hissəyə. Olur 1 üstəgəl 6 bölü y bərabərdir y. Bunda kifayət tapmağa çalışaq. Əgər alınacaqsa. Y-ə 3 versəm. 2y buradan cavab da 3 çıxar. Düz olar. Deməli bu da oldu 12 bölü 3. Oldu 6 bölü 4. Yəni 3 bölü 2. Üstəgəl 4. Bunu da ortaq məxrəcə gətirəndə 11 bölü 2. Yəni E variantı. 6-cı sual. 6-cı suala diqqət edin. Burada bir təkrarlama var, amma bu toplama çıxma işarəsinə diqqət edin. Bu toplama ilə başladığı üçün ilk təkrar da toplama ilə başlayır. Yəni bunun eynisi burada var. Mən bura bir x deyəcəm. Olacaq 1 üstəgəl 1 çıx x böl 3 böl 3 bərabərdir x. Bunun hər tərəfini 3'ə vursam 3 üstəgəl. Bu 3 ixtisar edər. 1 çıx x böl 3 bərabərdir 3x. Bir dəfə də 3'ə vururam, bu məxrəcdən də qurtulum. Bu 4'dür. 3'ə vuranda 12 çıx x bərabərdir 9x. 12 bərabərdir 10x. X də 12 böl 10, yəni 6 böl 5. A variantı. 7-ci suala baxaq. Toplamın x-dən dəyəri nədir? Baxın, bu tip sualları həll edəndə paydası, məxrəcəyin olan kəsirlərə baxmaq lazımdır. Onlardan çalışmaq lazımdır ki, tam ədəd alım. Burada 5'də 3 və 5'də 1'ə baxanda görürəm ki, mən əgər ikinci ifadəni 2'yə vursam, birinci ilə toplayanda tam ədəd alınacaq. Mən ikinci ifadəyə bir y deyirəm. Bu y olsun. Bunu 2 ilə vuranda 2y bərabərdir 5'də 2, üstəgəl 7'də 6, üstəgəl 11'də 4. Və əgər bu ifadə ilə bunu artıq toplasam mən, olacaq x üstəgəl 2y bərabərdir 5'də 3 və 5'də 2'ni toplayanda 1, 7'də 1 və 7'də 6'nı toplayanda 1, 11'də 7 və 11'də 4'ü toplayanda 1. X üstəgəl 2y bərabərdir 3. Buradan 2y 3 çıx x olur. Y-imiz də olur 3 çıx x böl 2. Yəni B variantı. 10-cu suala baxaq. Tam olaraq eynisidir. Bu tam eynisidir. 2'yə vursam bu y-dir. Bunu 2'yə vururam. Olur 5'də 2, 7'də 4, 9'da 8. Toplayıram. X üstəgəl 2y bərabərdir. Bu 1,
Bundan bunu toplayanda 1, bundan bunu toplayanda 1, 3. Bu eyni şey 3 sıx x bölü 2. 8-ci sual. Burada birbaşa toplayacağım. Buna bir y desəm və mən bunları toplasam, dediyim kimi sadəcə məsələ məxrəcəyin olan kəsrlərə baxıb, onlardan hansısa variantından toplama ilə, çıxma ilə, nəyəsə vurub toplayıb çıxmaqla tam ədəd ala bilməkdir. Buradan 2 alındı, buradan 11-də 11 2 alındı, buradan 5-də -5, -1 alındı. Bu 3 elədi. X üstəcəl y 3-dürsə, y'miz də oldu 3 çıxılsın x. Neysə səhv elədim. Bəlkə toplama səhv elədim. Burada 7-də 4, 7-də 14. Bu 11-də 11'dir, 1 eləyib. 11'də 3-dən 11'də. Bu 2 olur. Cavab da olur 2 çıx x. D variantı. 11-ci sual. 11-ci sualda mənim diqqətimi çəkən, əgər mən məxrəcdə 4-də 3-ü mötərizə xaricini çıxartsam, 2-də 1 qalar. Burada 5-də 3 qalar. Burada 4-də 7 qalar. Yəni surətdəkinin eynisi qalar. Bunlar gedir. Qalır 1 bölü 4'də 3, tərs çevrilir 4 bölü 3. 9-cu sual. 9-cu sualda toplamanın x cinsindən ifadəsi nedir? Görək nə eləsəm tam ədəd alınar. Sanki 2'yə vurub çıxmaq. Bunu 2'yə vururam. Bu y-dir. Bunu 2'yə vurdum. Üstünü dəyişirəm elə. Və bunları çıxıram. Olur x sıx y bərabərdir. Bundan bunu çıxanda 1. Bundan bunu çıxanda 17'də 17 1. Bundan bunu çıxanda 2 də mənfi olduğu üçün yenə 1. 23'də 23. Bu oldu 3. Buradan x'imiz, daha doğrusu 2y'imiz oldu x çıx 3. Y də oldu x çıx 3 bölü 2. 12-ci suala baxaq. 12-ci sualda mən diqqətimi çəkən bu 2 və 5 məsələləridir. Sanki hamısında 2 ilə 5 dəfə fərq var, yoxsa mənə elə gəlir. Yeddə 2-də elədir. Bu 5 məsələsində bu məxrəci fərqlidir deyə bilmirəm. Ortaq bir şey görmürəm. Məcbur məxrəcləri bərabərləşdirək. 7, 5 və 3 desəm 105. 15'ə vururam 30. 21'ə vururam 63. Çıx 35. Aşağıda 7, 2 və 6'ya 42'dir. 6'ya vururam 30. 21'ə vururam 63. 7'yə vururam 35. Oldu 105'də 93'dən 35 çıxanda 58. Bu tərs çevrilir 42. 91, 35, 56. Böyük ehtimal hardasa hesaplama səhv eləmişəm. 58 və 56'dan birində yəqin ki bunlar eyni alınmalıdır. Deməli aşağıda 6'ya vurduq 30. 61'i hardan yazmışam mən. 21'ə vuranda 63. Bu da 58'dir. Bu da 58'dir. Bunlar gedir qalır 5'də 2. D variantı. X üstəcəl y bölü z minimum x üstəcəl y plus z. Bunun minimum variantı üçün elə 17'ni 3'ə bölürəm. 5/3'də 2. Bunların cəmidir. Niye minimum? Normalde bu minimum olmasa, məsələn mən bunu 4 verərəm. Bunları böyüyər. Cavab daha böyük alınır. Amma ən balaca variant budur. 16-cı sualda belə bir qayda var. Mən mənfini qabağa atıram və 72'də 1'i belə yazıram. 8 vur 9'da 1. 90'da 1 yazıram. 9 vur 10'da 1. 110'da 1 yazıram. 10 vur 11'də 1. Burada 8 və 11 qalır. Belə bir qayda var ki, bu tip sualları həll eləyəndə əgər məxrəcdəki ədədlərin
vuruqların fərqi sabitdirsə və surətlər bir-birinə bərabərdirsə, surətləri toplayıb surəti yazıram. Məxrəcdə də məxrəcdəki ədədlərin hasilini yazıram. Bu olur -88-də 3. 14-cü sual 5 tam 7-də 2. x5 bu 7-də 2-dirsə tərs çevirin bunu. Y üstə gəl 1 böl z. Deməli bunun tərsidir 7 böl 2-dir. Bu da 3 tam 2-də 1 eləyir. Buradan y 3 olur. Z-də 2. Toplayanda 10. 1 tam 16'da 5. Buradan x qardaşımız 1 olur. Bu ifadə 16'da 5'dirsə, y üstə gəl 1 böl z, bunun tərsi olur. 16 böl 5. Bu da 3 tam 5'də 1. Buradan da y 3, z 5. 1, 3, 5, 9. Bu indi elədiyim sual kimidir. 56'nı 7 vur 8 yazıram. 72'ni 8 vur 9 yazıram. 90'ı 9 vur 10 yazıram. Deməli qaydamız necə idi? Burada çarpanların fərqi sabitdir, 1'dir. Surətdə də ədədlər bərabərdir. Burada bu 3'ünü toplayıram 3. Aşağıda da 7 vur 10. 70'də 3. 18-ci sual. 18 tipli suallar necə olur? Bu k üstə gəl. K üstə gəl. Bunu 4'e vursaq surət və məxrəci. Bu 1 tam %28'dir. 128 böl 100 eləyir. Əgər k-nın üstünə 1 tam %28 gələndə x daxildə z verib tam ədəddirsə, deməli k-nın vergüldən sonraki hissəsi 72'dir. 2 28 ilə toplayanda 100 eləsin. 0 0 olsun, tam ədədə çevrilsin. Bizə də b çıx c lazımdır. 7 çıx 2 5. Fikir verin, a-nı soruşmursan. A-nı soruşa da bilməz. A hər hansı tam ədəd ola bilər. Buna baxaq. 28 tam necə yazırdıq bunu? 212 nədir? Məxrəcdə 2 dənə 9, bir dənə 0. Surətdə 212 çıx 2 yazacağam. Əslində buna diqqət eləyin. Bu 212-dirsə, belə yazılmağına baxmayaraq, bu nə deməkdir? 2, 12, 12. Burada elə dövr eləyən 21-dir də. Biz bunu bir dəfəlik belə yaza bilərik. Belə yaza bilərik. Bu 21'dir, yəni bizim bu ədədimiz budur əslində. 28 tam dövrdə 21. Çünki burada 2'dən sonra 12 dövr eləyir də. Yəni bu 21 deməkdir. Bu da 28 tam 99'da 21'dir. 99'da 21. Bu da A 28 olur. B də bunu ixtisar eləsəm 3'ə 33'də 7. B də 7 olur. 28 bölü 7 4. 22-ci sual. Burada bir təkrarlama var. Fikir verək hardan başlayır? Buradan başlayır. İkinciden. Buradan. Yazıram 1 üstə gəl, 1 çıx. Təkrarlı hissəyə x deyirdik. Cavaba da x deyirdik. Burada hər tərəfi vururam 3'ə. Olur 3 üstə gəl, 1 çıx. Bu 3 gedir. X bölü 2 bərabər 6. Bir dənə də vururam 2'yə. Məxrəcdən yenə qurtulum. Bu 4'dür. 2'yə vuranda 8 çıx x bərabərdir 12. Və səhv elədik. Bəli, nəyi səhv elədik? Biz bura niyə 2 demişik ki? 2 niyə olur ki? X olur da. Bu x olur da. Niyə 2 olsun ki? X. Bu olur 3x. Bu olur 6x. Buradan 8 bərabər olur 7x'ə. X'imiz də olur 8 böl 7. 20-ci sual. Yerin x cinsindən dəyəri. Məxrəcə ilə onlara baxaq yenə. Bir dəfəlik toplayın, baxın, toplayan tam ədəd alınır. 3 bölü 7, 25 bölü 7 topladım. 28 bölü 7, 4. Çıx. Mənfi 1 bölü 3, mənfi 2 bölü 3, mənfi 1. Bu da mənfi 2. Oldu 1. Deməli, x üstə gəl y 1'dirsə, y də olur 1 çıx x. 23. 1 çıx.
1 böl. Heç uzatmayaq. Niyə 1 böl yazıram? Bunu tərs çevirirəm. A yuxarı çıxır. A çıx 1 aşağı gəlir. Ortaq məxrəc A çıx 1. Bunu vururam. A çıx 1 çıxa. Olur mənfi 1 böl A çıx 1. Bunu surət və məxrəcin hər ikisini mənfiyə vursam, olar 1 böl 1 çıxa. 21. 21-də bu elə təkrarlanan hissədir. X, cavab X. 10 çıx X böl 9 bərabərdir X. Vururam 9-a. 90 çıx X bərabər 9X. 90 bərabər 10X. X'imiz oldu 9. 24. Görək 24-də nə edə bilərik? 24-də gəmidən mötərizələri açaq. Heç eləmədən. 1 böl A, çıx 1 böl A. Çıx 1 böl B. Üstə gəl 1 böl AB. Çıx 1 böl AB. Üstə gəl 1 böl B. Üstə gəl 1 böl A. Baxın. Bunlar getdi. Bunlar da getdi. Bunlar da getdi. Qaldı 1 böl A. Yəni D variantı. Bu da bu testin və dərsin son sualı idi. Sağ olun şagirdlər.